Salam uşaqlar, bugün cimlə işləyirik və 9-cu sinifə aid mətndə audio mətndir. Gəlin dinləyək, ondan sonra da mən deməli bu mətni tərcümə edirəm Azərbaycan dilindəki, bilək ki, söhbət nədən və kimdən gedir. Ondan da sonra suallara cavab verərik. На Земле есть 5 континентов, на которых живут люди. Европа, Азия, Африка, Америка, Австралия. Шестой континент нашей планеты – Антарктида. Она находится на Южном полюсе. Здесь всегда очень холодно, дуют самые сильные ветры. Везде снег и лед, поэтому Антарктиду называют ледяным континентом. Самая холодная погода на континенте – 88,3 градуса. Антарктида является родиной пингвинов. Пингвины – одни из самых узнаваемых и любимых птиц на всей Земле. О существовании антарктического региона догадывались еще древние греки, но открыть его удалось лишь в XIX веке. Антарктида была открыта в 1820 году русской группой. Члены группы были в пути 750 дней. Во время похода были открыты 28 островов в южных морях и неизвестный ранее континент. Землю, которую обнаружили ученые, назвали «Ледяной материк». Сейчас в Антарктиде работают ученые из 5 континентов. Они нашли в Антарктиде много полезных ископаемых: каменный уголь, железную руду, цветные металлы. Добывать эти ископаемые очень сложно, но ученые хотят, чтобы шестой континент также приносил пользу людям. Так, deməli dinlədiniz. İndi keçək, mən onu belə deyək də tərcümə edim sizin üçün. Deməli söhbət burada nədən gedir? Yerdə insanların yaşadığı 5 qitə var. Avropa, Asiya, Afrika, Amerika, Avstraliya. Planetimizin deməli 6-cı qitəsi Antarktidadır. Düzdürmü? O cənub qütbündə yerləşir. Burada həmişə çox su yoxdur. Ən güclü küləklər əsir. Hər yerdə qar və buz var. Buna görə də Antarktida buz qitəsi adlanır. Qitədə qeydə alınmış ən soyuq hava 88 və 3 dərəcədir. Antarktidada pinqvinlərin vətənidir. Pinqvinlər bütün yer üzündə ən tanınan və sevilən quşlardan deməli biridir. Antarktida bölgəsinin mövcudluğu hələ qədim Yunanlılar təxmin edirdilər. Lakin onu yalnız 19-cu əsrdə kəşf etmək mümkün oldu. Deməli, Antarktida 1820-ci ildə Rus qrupu tərəfindən kəşf edilmişdir. Qrupun üzvləri 750 gün səyahətdə olmuşdur. Səfər zamanı cənub dənizlərində 28 ada və əvvəllər naməlum olan qitə kəşf edilmişdir. Alimlərin deməli aşkar etdiyi torpağı buz materiki adlandırdılar. İndi Antarktida fəaliyyət göstərən, deməli belə deyək də 5 qitədən olan alimlər çalışır. Sonra onlar deməli Antarktidadan çoxlu faydalı qazıntılar tapırlar. Daş, kömür, dəmir, filiz, əlvan metallar. Bu qazıntıları hasil etmək çox çətindir. Lakin alimlər 6-cı qitənin də insanlara fayda verməsini istəyirlər. Belə və keçək indi suallarımıza bizim. Tak, suallarımız belədir. Deyir ki, определите основную мысль текста. Əsas, deməli, ideya hansıdır? Gəlin baxaq. Полезные ископаемые Антарктиды. Yəni, Antarktida mineral ehtiyatları. Ondan sonra открытие и особенности Антарктиды. Antarktidanın kəşfi və xüsusiyyətləri. Əlbəttə ki, B variantı bura uyğun gəlir.
Так, 50. Bu da elə hamısını da tərcümə edim sizə. Antarktиду называют ледяным континентом. Antarktida buz kütlesi adlandırırlar. Sonra открытие неизвестного континента rusской deməli группой. Rus qrupu tərəfindən naməlum qitənin kəşfi. И пингвины являются атрибутом шестого континента планеты. Pingvinlər planetin 6-cı qitəsinin atributudur. 58'de определите неверное утверждение по тексту. İndi burada mətnə düzgün olmayan, yəni cümləni tapmalıyıq da, yəni mətnə aid olmayan. Русская группа была в пути 750 дней. Rus deməli qruppası 750 gün yolda idi. Bu düzdür. Земля, которую обнаружили ученые, назвали ледяным материк. Deyir ki, alimlər kəşf etdiyi torpağı buzlu qitə adlandırdılar. Bu da düzdür. В Антарктиде очень трудно добывать полезные ископаемые. Antarktidada deməli faydalı qazıntıları da belə deyək də ehtiyatları çıxartmaq çox çətindir. Düzdür. В древние времена в Антарктиде работали ученые из других континентов. Bu da deyir ki, qədim dövrlərdə Antarktidada başqa qitənin alimləri işləyirdi. Bax, bu уже düzgün deyil, bu aid deyil. Шестой континент нашей планеты находится на Южном полюсе. Burada da deyir ki, planetimizin 6-cı qitəsi Cənub qütbündə yerləşir. Так. Дальше. Так, дальше. Определите верный ответ на вопрос. Кто догадывался о существовании антарктического региона? Deməli, deyir ki, Antarktida bölgəsinin mövcudluğunu kim təxmin edib deyə sual verir burada bizə. Biz də bilirik ki, древние греки. Древние, yəni qədim Yunanlar. Так, 60'da дополните предложение информации из текста. Yəni mətn verilibdir və biz onu deməli mətnə görə davam etməliyik. Gəlin baxaq, nə yazılıbdır burada. Так. Ученые, которые работают в Антарктиде, хотят, чтобы, yəni deyir ki, alimlər Antarktidada işləyən elm adamları istəyirlər ki, чтобы шестой континент также приносил пользу людям. Düzdür, bax, deyir ki, istəyirlər ki, 6-cı qitədə insanlara bir xeyir gətirsin də, belə deyək. Ona görə də biz A-nı seçirik. Так, укажите правильный вариант по тексту. Burada da düzgün variant. В Антарктиде дуют самые сильные ветры. Так. Bəli, bu düzdür. Правильный. В Антарктиде дуют самые сильные ветры. Правильно. Yəni, ən güclüklərlər Antarktida əsrdə, Антарктидада əsr. В Антарктиде нашли только железную руду, yox. Антарктида расположена на Северном полюсе. Нет, неправильно. Антарктический регион смогли открыть. Так, 18-м неправильно. Bu da düzgün değil. Deməli, A variantı burada düzdür. 62-də дополните предложение словами из текста. Yəni, mətndə olan cümləni biz tamamlamalıyıq. Ученые из 5 континентов нашли. Deyir ki, burada 5 qitənin alimləri nə aşkar etdilər? Biz də yazmalıyıq ki, Antarktidada çoxlu, deməli, belə deyək də, necə deyim, полезный ископаемый, yəni faydalı ehtiyatları da düz deyirəmsə. Так, gəlin indi onu da elə burada mən yazım. Так, ученые из 5 континентов нашли в Антарктиде много полезных ископаемых. Bu şəkildə. Так, все. Sağ olun, uşaqlar, görüşərik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir.